Gənclər salam. İzah videolarına davam edirəm. Bu səhv eləmirəmsə dərs 25 olmalıdır. Fırlanma cisimləri haqqında danışacağıq bu dərsdə. Kurs artıq 3-4 izahdan sonra bitəcək. Ondan sonra imtahan təkrarı 1, imtahan təkrarı 2, iki hissədən ibarət video atacağım. Orada biz təkrarlara baxacağıq. Yəni mövzularda nə öyrənmişiksə onların hamısına toxunacağıq. Uzatmaq istəmirəm. Əgər videoya tez gəlmişsə, kanala abunə deyilsinizsə, abunə olub bildirimləri açsanız faydalı olar. Ki kanalda izahların çoxusu var. Keçib imtahan təkrar eləmək istəyirsə, eləyə bilərsiniz. Hansı mövzuda boşluq varsa keçib izləyə bilərsiniz. Çatdırsam bu həftə sonuna qədər imtahan təkrarı 1-i yerləşdirəcəm. Artıq orada biraz daha faydalı olacaq o video. Ki kursda nə mövzular öyrənmişsə, nə haqqında danışmışıqsa orada toxunacağam və istəyirəm 1-2 sınaqda izahına baxarıq bir yerdə orada. Çox uzun bir video olmaz, normal bölgüdə bir video olar. Uzatmaq istəmirəm, fırlanma cisimləri haqqında danışacağıq. Deməli, fırlanma cisimləri haqqında danışırıqsa, biz onların səthi və həcmindən yəni söhbət edirik ki, topluda çox çıxır qabağımıza, nə bilim, tam səthin sahəsi, yan səthin sahəsi falan filan. Burada qeyd eləmişəm, S oturacaq verilərsə bizə o oturacağın sahəsi deməkdir. S yan verilərsə yan səthin sahəsi deməkdir. S tam verilərsə bu tam səthin sahəsidir. S O.K verilib, yəni ox kəsinin sahəsini deyir. K-la verilib, yəni sektorun sahəsi. Q-la veriləndə segmentin sahəsi və həcm, sektorun həcmi, segmentin həcmi. Burada biz bunlar haqqında danışacağıq. Deməli, fırlanma cisimləri haqqında danışdığımız ilk fiqur silindirdir. Fırlanma cismi nədir? Baxın, burada bizə deyir ki, tərifdə silindrin həcmində nə deyir? Düzbucaqlığın bir tərəf ətrafında fırlanmasından alınan fiqura silindir deyir. Yəni, hər hansısa bir tərəf ətrafında fırlanaraq fəza fiqurları əldə edirik və buna biz nə deyirik? Silindir deyirik. Silindrin forması, yəni görünüşü bu şəkildədir. Gördüyünüz kimi 2 dənə oturacağı var, hündürlüyü var. Burada el, yəni biz bu şəkil alsaq, baxın göstərir burada. Bu el düzbucaqlığın böyük tərəfidir, H kiçik tərəfidir hündürlük. Ki biz burada oturacağın sahəsi haqqında danışa bildik, yan səthin sahəsi haqqında danışa bildik. Açış bu şəkildədir. Mən tövsiyə edirəm ki, yəni bu fiqurların tam səthin sahəsidir, yan səthin sahəsidir. Bunları açışla daha yaxşı yadda saxlamaq olur. Yəni adından da göründüyü kimi S-ot deyirsə, yəni oturacağın sahəsi nədir? Oturacağın çevrədirsə, çevrənin sahəsini çevrə mövzusundan bilirik ki, pi r kvadratdır. Çevrə yox, daha doğrusu dairə. Dairənin sahəsi pi r kvadratdır. Yan səthin sahəsi 2 pi r h-dır. Gördüyünüz kimi yan səth nədir? Yəni açanda bu çevrənin uzunluğuna bərabər orada. Bura nədir? 2 pi r-dir. Çevrənin uzunluğu demişdik ki, nəyə bərabərdir? 2 pi r-ə. Burada nədir? H-dır. Düzbucaqlığın sahəsini də tapanda biz demişik ki, nə edirik? Uzunluğun enini uzunluğuna vururuq. Burada da onu qeyd edib ki, yəni yan səthin sahəsi 2 pi r h-dır. Tam səthin sahəsi, yəni adından da göründüyü kimi yan səthi ilə oturacaqların sahəsinə bərabərdir. Yəni burada artıq biz bütün üzlərin sahələrini toplayırıq. S yan üstə gəlsin, 2S oturacaq. Yəni bu düsturları da aparıb yerinə qoysaz, ümumi açış əldə edərsiniz. Daha sonra ox kəsinin sahəsi bu yenə 2 pi r h-a bərabərdir. Daha doğrusu 2 r h-a bərabərdir, üzr istəyirəm. Ki burada qeyd olunub. Daha sonra burada nə var? Ox kəsiyi bax budur. Bu ox kəsinin sahəsini deyirsə, bu düzbucaqlıdır. Bunun sahəsini tapmaq, düzbucaqlı üçbucaqlıdır. Onun sahəsini tapmaq üçün düzbucaqlı üçbucağın sahəsini tapırıq. Həcmi var. Həcmi pi r kvadratı h-dır. Bir fiqurun, yəni bir fəza fiqurunun həcmini tapmaq istəyirsə, onu deyim ki, onun hündürlüyünü oturacağın sahəsinə vurmalıyıq. Orada qeyd edib ki, bizim oturacağımız dairədir. Dairənin sahəsi pi r kvadratdır və hündürlüyümüz də h-dır. Onu bu şəkildə biz hesablayırıq. Burada deyir ki, silindrin ox kəsiyi düzbucaqlıdır. Mən burada səhv şey elədim. Ox kəsiyimiz bizim düzbucaqlıdır. Bura 2 r-dir. Bu tərəfin də h-dır, l-dir. Onun fərqi yoxdur. 2 r h-ını hesablayırıq. Mən çaşıb diaqonal göstərmişəm. Eyb yoxdur. Daha sonra tərif olaraq deyir ki, ox kəsiyi kvadrat olan, yəni h bərabərdir 2r silindrə bərabər tərəfli silindir deyilir. Yəni burada baxın bu düzbucaq ABC-də düzbucaqlığın yerində kvadrat dayanır. Yəni h-ımız hündürlüyümüz 2 radiusa bərabərdir. Çünki nəyə görə demişik ki, kvadratın bütün tərəfləri bərabərdir. Silindr açışı aşağıdakı kimidir. Bu şəkildir. Burada qeyd etmişəm. Silindrin açışını da burada gördük. Daha sonra konusumuz var. Konus da yenə fırlanma cismidir. Bu səfər biz konusu nə edirik?
düzbucaqlı üçbucağın katet ətrafında fırlanmasını. Baxın, deyir düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasına alınan fiqura biz konus deyirik. Düzbucaqlı üçbucağın ətrafında fırlandı və hündürlüyü digər katetsə radiusdur. Aha, bunlar haqqında deyir ki, yəni burada O nədir? AB falan nədir? Bunlar deyir. Düzbucaqlı üçbucağın hipotenusu ətrafında hipotenusu AB konusun doğranı adlanır. Yəni baxın, konusumuzun 2 dənə doğranı var. AB doğranı, bir də BC doğranı. Biz buna artıq burada hipotenuz deyə bilmərik. Konusla, söhbət konusdan gedirsə buna biz nə deyirik? Doğran deyirik. Daha sonra yenə konusun tam səthin sayısını, yan səthin sayısını falan biz tapa bilirik. Birinci onu deyim ki, konusun yan səthin açışı, yəni açışı bu şəkildədir. Konusun ox kəsi, yəni sahə olaraq oturacağımız yenə nədir? Çevrədir, üzr istəyirəm, dairədir. Dairənin dedik ki, sahəsi pi r kvadratdır. Yan səthimizin sahəsi pi r l-dir. Pi r l. Görün burada qeyd olunub. 2 pi r l. Hə, pi r l-dir. Daha sonra tam səthi yenə tapmaq üçün yan səthlə oturacağı toplayırıq. Ox kəsiyimiz RH-dır. R vurulsun H-dır. Ox kəsiyimiz üçbucaqdır. Radiusdur. Yəni 2R vurulsun H bölünsün 2 yazanda 2'lər gələcək. Çünki demiş ki, üçbucağın sayısı nədir? AH bölünsün 2-dir. 2'lər gələcək, RH qalacaq. Ox kəsiyimiz üçbucaqdır. Həcmimiz yenə biz həcmi tapmaq üçün bu səfər sadəcə burada həcmi taparkən bir dənə 3/1-i daxil edirik. Yəni konusun həcmini tapanda 3/1 pi r kvadratı H. Yəni eyni qaydada hər şey qalır. Yəni oturacağın sayəsini hündürlüyə vururuq. Sadəcə bir dənə 3/1-i də bura əlavə edirik. Daha sonra burada danışırıq nə haqqında? Tərif olaraq deyir ki, ox kəsiyi bərabər tərəfli üçbucaq olan L bərabərdir 2 olan konsa biz bərabər tərəfli kons deyirik. Yəni bunların hamısının növləri var. Bu növləri də bilmək lazımdır. Konusun açışı aşağıdakı kimidir. Burada beta da var. Bu bizə nəyi xatırladır? İndi danışacağıq. Konusun yan səthinin açışı beta aşağıdakı düsturla tapılır. R vurulsun 360 bölünsün L. Bu xatırlayırsınızsa nədir? Sektordur. Yəni çevrədə sektordur. Ondan eləyir. Düstur da bizə verir ki, R vurulsun 360 bölünsün L-ə bərabərdir. Kəsik konusumuz var. Kəsik konusu nədir? Yəni normal konusumuz budur. Mən məsələn buradan bir dənə kəsik atıram. Artıq bu kəsik atanda burada da bir dənə çevrə yaranır və bu üst hissəni götürəndə yerdə qalan hissə məndə kəsik konusu adlanır. Ki şəkli də burada qeyd olunub, gördüyünüz kimi. Yəni vurğulanıb, kəsik konusu. Deyir ki, düzbucaqlı trapesiyanın kiçik yan tərəf ətrafında fırlanmasından alınan fiqura deyilir. Yəni onu da deyə bilərik ki, gördüyünüz kimi, yəni buradakı fiqur trapesiyadır və trapesiyanın kiçik yan tərəf ətrafında fırlanmasından nə olub? Alınıb. Amma düzbucaqlı trapesiyanı, üzr istəyirəm. Düzbucaqlı trapesiya. Baxın, şəklə buradan baxanda bu bizdə nədir? Düzbucaqlı trapesiyadır. Bunun bu H, yəni kiçik tərəf ətrafında fırlanmasından, kiçik yan tərəf ətrafında fırlanmasına alınan fiqura deyilir. Kiçik yan tərəf. Yəni hündürlük. Deməli, kəsik konusunun ox kəsiyi ABC bərabər yanlı trapesiyadır. İndi burada danışırıq yenə yan səthdən falan. Yan səthinin sahəsi pi vurulsun R plus R vurulsun L-ə bərabərdir. Daha sonra tam səthin sahəsi yan səthindən tam səthi tapmaq üçün yəni yan səthindən oturacaqların sayəsini toplayırdıq. Hazır şəkildə bu bizdə asıl şəklində verib. Deyir ki, pi vurulsun böyük R üstə gəlsin, R vurulsun balaca R, üstə gəlsin pi vurulsun R kvadrat, üstə gəlsin R kvadratı. Hazır düsturlardır. Yəni bunları biləndən sonra yəni fırlanma cisimlərində həcmdir, yan sətdir, tam sətdir, bunları bilmək asandır. Ox kəsiyinin sahəsi R üstə gəlsin, R vurulsun H-ə bərabərdir. Yenə həcmimiz, yəni söhbət konusundan gedir, amma kəsik konusundan gedir. Yəni də biz 3/1-i unutmuruq. 3/1 R kvadratı üstə gəlsin, balaca R vurulsun böyük R, üstə gəlsin balaca R kvadratı vurulsun nə? H-la tapılır. Kəsik konusunda açışı bu şəkildədir. Yəni gördüyünüz kimi bura L-dir, bura L-dir. Buranı tapsa bura bizdə 2 pi böyük R-dir. Yuxarı da 2 pi balaca R-dir. Ki yəni bu açışımız bu şəkildədir. Daha sonra biz burada sfera və kürə haqqında da danışa bilərik. Kürə nədir? Deyir ki, tərif olaraq deyir ki, üzr istəyirəm, sfera fəzanın verilmiş nöqtəsindən eyni məsafədə yerləşən nöqtələr çoxluğunu əmələ gətirdiyi fiqura sfera deyilir. Yəni bu sferadır. Bu nöqtəyə sferanın mərkəzi, məsafəyə isə sferanın radiusu deyilir. Sfera yarımçevrənin diametri ətrafında fırlanmasından alınan fiqura deyilir. Ki bu şəkildədir. Sahəsi 4 pi r kvadratdır. Tərif olaraq digər tərəfdən deyir ki, fəzanın verilmiş nöqtəsində məsafələri verilmiş məsafədən böyük olmayan bütün nöqtələri çoxluğuna kürə deyilir. Verilmiş nöqtəyə kürənin mərkəzi, məsafəyə kürənin radiusu deyilir.
Küre sfera ilə hüdudlanmış cisimdir. Yarım dairənin diametri ətrafında fırlanmasından küre alınır. Küre gördüyünüz budur. Kürenin həcmi 3/4 pi r kvadratına bərabərdir. Amma sferanın nəyi var? Sayısı var. Yəni kürenin həcmi var, sferanın sayısı var. Yəni sanki çevrə və dairə. O nəzərdən yadda saxlaya bilərsin. Daha sonra burada yenə sektor segment var. Onlar haqqında danışacağıq. Kürenin müstəvi ilə kəsiyi dairədir. Yəni mən məsələn buradan da bir dənə kəsiyi keçirsəm, söhbət müstəvidən gedir. Yaranan kəsiyi bizdə dairə olacaq. Deyir ki, bu dairenin mərkəzi kürenin mərkəzindən müstəviyə endirilmiş perpendikulyar oturacağı ilə üst-üstə düşür. Yəni söhbət bundan gedir. Daha sonra r kvadratı, yəni burada Pifagor teoremimiz halı ilə ödənir. Daha sonra kəsiyin sayısı pi r kvadratına bərabərdir. Çünki nəyə görə? Dedik ki, kəsiyimiz dairədir. Ona görə onun sayısı pi r kvadratdır. Sektor segment haqqında danışaq. Tərif olaraq deyirik ki, dairə segmentinin onun vətərinə perpendikulyar olan diametr ətrafında fırlanmasından alınan cismə küre segmenti deyilir. Yəni söhbət bundan gedir. Buna biz dedik küre segmenti. Tərif olaraq deyirik ki, dairə sektorunun radiuslarından birindən keçən ox ətrafında fırlanmasından alınan cismə küre sektoru deyilir. Yəni küre sektorda nədir? Bu hissədir. Bunun haqqında deyirik, biz danışırıq. Daha sonra segmentin sayısı 2πr kvadrat h-la 2πr h-la hesablanır. Segmentin həcmi 3/1 pi h kvadratı 3r çıxılsın h-la hesablanır. Yəni bunlar hazır düsturlardır. Bunları bilsəz fəza cisimlərində çətinlik çəkmərsiniz. Segmentin sayısı bərabərdir pi bölü r balaca r üstə gəlsin 2pi bölü r h, o da bərabərdir. Yəni s kon üstə gəlsin s segment. Daha sonra burada çıxılmalıdır. Konusdan segmenti çıxmalıyıq. Daha sonra V sektor var. O da üstə 2πr kvadrat h-a bərabərdir ki, yəni burada düsturların hamısı bir-birindən əlaqəlidir. Hamısı deməyə çoxsu deyək. Yəni bildiyimiz fiqurlardır. 2 düzbucaqlını, nə bilim 3 bucağı, dairəni falan biliriksə, bu fəza cisimlərini yadda saxlamaq o qədər çətin deyil. Hazır düsturlardır, hazır qaydalardır ki, bu qaydaları biləndən sonra bu mövzunu yazmaq o qədər də çətinlik təşkil etmir. Dərs bu qədər idi. Dərs 26 ibtidai funksiya və integral olacaq. İntegral da böyük bir mövzu deyil, amma ətraflı o haqqda danışacağıq. Ümid edirəm başa düşdünüz, nəsə izah edə bildim. İndi ətraflı, necə deyim, imtahan təkrar videolarında bunları daha yaxşı yadda saxlayıb, daha yaxşı öyrənəsiniz. Dərs 26 ibtidai funksiya və integralda görüşmək ümidinə sağ olun, salamat qalın.